İndilikdə İranla İsrailin hərbi müharibəsi yoxdur. Bir-birləri ilə meydanda döyüşmürlər. Amma psixolojik müharibə və mətbuati müharibənin idaməsi vardır. Hər ikisi o imkanlarından istifadə edib çalışırlar ki, bir-birlərinin əleyhinə yazsınlar, danışsınlar və millətlərinə xitab eləsinlər belə bir şeyləri. Bu halda çalışırlar hər ikisi ki, hərbi qüvvələrini də artırsınlar. İsrail eləyə bilibdir, taza sistemlər yaratsın ki, İran ora raket atanda onun qabağını ala bilsinlər. Çünki keçmişdə havada İranın %10 demək olar ki, raketləri eləyə bildi hədəfə dəysin və bir sıra xəsarət versin İsrailə. İran da çoxlu xəsarət gördü, amma indi çalışır ki, Rusiyadan və Çindən modern bir difai silahlar alsın və bəzi o zatların azlıqları ki var idi, onların yerini doldursun. Söhbət vardı ki, İran Rusiyaya Suxoy 35 təyyarələrindən sifariş veribdi və indi Rusiyanın zavodlarında o təyyarələri hazırlayırlar. Məlum deyil, İran mətbuatında belə yazırlar hələ. O tərəfdən də İran Çindən təyyarə almaq və radar almaq və hava qüvvələrinin ziddi havayı qüvvələrin təşkilatını almaq üçün bir sıra müzakirələr aparıbdı. Hələ bir nəticəyə yetişməyibdi. İran çox çalışır ki, ixtilafların Rusiya ilə və Çin ilə azalsın, dostluğun artırsın, bəlkə eləyə bilsin onların imkanatından öz ordusun qüvvələndirməyə istifadə eləsin. Hələlikdə bir əsas ələ gətirə bilməyibdir. Nə Çin təyyarə verib, nə Rus təyyarə verib. Yəni təyyarədən sonra məsələ o havanı qoruyan ziddi havayı bir vəsilə silahlardır ki, İranda yoxdur və bir sırada İranda hökumətin در واقع içində Rusiya ilə müxalif qüvvələr səsi ucalıbdır, deyirlər ki, Rus silahları o 12 günlük davada bizim heç dərdimizə dəymədi, ancaq öz raketlərimiz ki, İran özü onları istehsal eləmişdi, özü yaratmışdı, onlarla eləyə bildik İsrailə hücum gətirək. Yoxsa Rus verən silahlar nə eləyə bildi bizim havamızı mühafizət eləsin, nə eləyə bildik biz onlardan İranın o nizami məntəqələrin hifazət eləyək və eləyə də bilmədik ki, İsrailin təyyarələrinin qabağını alaq. Hətta radarlar da düz işləmədilər, göstərmədilər ki, İsrail hardan gəlir, haranı vurur, nə edir. Budur ki, indi bu məsələ İranda ciddi surətdə hökumətin içində mübahisə vardı ki, yenə gərək tamam imkanlarından istifadə edib ordunu qüdrətləndirmək üçün Rus silahından istifadə eləsinlər, yoxsa Çindən alsınlar. Çin də əlbəttə öz mənafeyini nəzərdə tutur. Bir söhbət var idi ki, Çin mətbuatında yazılmışdı ki, İran əgər istəsə Çindən təyyarə alsın, tək təyyarədə gərək o təyyarələri qorumaq üçün də silah alsın. Bir sıra ümumi radar və ziddi havayı silahları lazımdır ki, o təyyarələrlə birlikdə gərək alınsın. Onun alınması
bir nizami müqaviliyə ehtiyacı var. Çünki indilikdə Çin ilə Pakistanın nizami münasibətləri vardı və Çinlilər istəmirlər ki, İrana bir silah versinlər ki, imkanı vardı İran o silahdan Pakistanın əleyhinə, Pakistana qarşı istifadə eləsin. Yəni, vəziyyət İranla İsrailin müharibəsi düzdür ki, cəng halətində deyil. Vəli bahis olubdur ki, nigarançılıq İranda günbəgün artsın. Bu ehtimal verirlər ki, hər gün mümkündür İsrail dubarədən İrana hücum eləsin və o psikolojik dava ki, İranla İsrailin arasında vardı, İsrail orada çox qüdrətlidir, eləyə bilir həm beynəlmiləli sahələrdə və həm müstəqim İranlıları xitab qərar versin və onları benovi Cumhuri İslamının siyasətlərinə qarşı olmağa təqviyyət eləyir. Budur ki, bu nigarançılıq vardır ki, hər gün imkanı vardır belə bir müharibə başlansın. Millətdə də intizar var, bir narizəçilik də hökumətdən budur ki, o günəcən ki, bu İslam Cumhuriyyəti iş başındadır, İranda sülh imkanı olmayacaq.